Fərqli insanlarla tanışlıq və onların motivasiyaçı hekayələrini dinləmək. Qadınların bir-birinə verdiyi dəstək və paylaşdıqları ilham verici təcrübələr məni çox ruhlandırdı. Təlim zamanı məni ilhamlandıran o oldu ki, Azərbaycan regionlarından gəlmiş xanımlar o qədər inisiativdirlər, o qədər həvəslidirlər, ideyalarla boldular. Onların köməyi ilə Azərbaycanda elə bir cəmiyyət qurmaq olar ki, burada qadınların iştirakı təmin olunsun. Onların iştirakçılığını artırmaq üçün regionlarda yaşayan qadınlara çıxmaq olar. Buradan öyrəndikləri hər bir məlumatı öz icmalarında gedib danışsalar, xanımları maarifləndirsələr, çox gözəl bir cəmiyyət qura bilərik. Müxtəlif rayonlardan olan müxtəlif icmaları görmək xoş idi və həmin icmaları tanımadan biz düşünürük ki, tək başına hərəkət edirik, qadınların fəaliyyəti yoxdur, amma bu təlim vasitəsilə biz öyrənirik ki, əslində digər icmalarda da hərəkət var və biz həqiqətən də nələrsə edə bilərik. Təlim zamanı məni ilhamlandıran, məndən yaşca böyük olan qadınlarla bu təlimdə iştirak etməyim oldu. Çünki mən düşünürdüm ki, sırf təlimlərdə 15 yaşdan 25 yaş arası olan gənclər iştirak edə biləcək. Lakin bu təlimdə qoşulduqdan sonra öyrəndik ki, öyrənmək heç bir yaşa baxmır və həqiqətən bu məni ruhlandırdı. Təlim zamanı məni ilhamlandıran elə təlimin mövzusu oldu. Təlimçilərin mövzusunu çox asan və başa düşülən formada izah etməsi bütün fikirlərimizi açıqlamağa səbəb oldu. Bura gələndə əlimizdə yalnız yaratdığımız bir icma mərkəzi var idi, resurs olaraq, amma fikirlərimiz tamam qarışıq idi. Bu təlimlər vasitəsilə biz hədəfə necə çatacağımızı, yol xəritəmizi belə cıza bildik. Bizim təlimdə burada iştirakçıların güclü olması, güclü xanımların olması və əhatəmizdə olan insanların eyni düşüncədə olmaqları, missiyamızın eyni olmağı daha çox insana ilham verir düşünürəm. Təlimdə çox şey öyrəndik. Vizual yanaşma, bunun inkişafı, addım-addım getmək və xəyalı qurduğumuz bir ideyaya necə çatmaq. Bunların hamısı çox önəmli bir şeylərdir. İcmaya daha çox qadınların cəlbini çalışacağım. Daha çox qadınlar gəlsin, onların maarifləndirilməsi olsun, iqtisadi sahədə səlahiyyətləndirilməsi olsun. Təbii ki, bu proqramın çox böyük rolu olacaq və mən düşünürəm ki, qadınlar öz güclərinə o zaman arxalanırlar ki, onlar hüquqlarını biləndə. Biz sosial iş məktəbi kimi inanırıq ki, qadınların səlahiyyətləndirilməsi mövzusunda sosial müdafiənin rolu böyükdür. Ona görə gələcək fəaliyyətlərdə məlumatlığın artırılmasında düşünürük ki, bu faydalı olacaq. Mən məlumatlandırmanın önəminə inanıram. Biz getdikdən sonra öyrəndiklərimizi həm öz icmamızdakı digər üzvlərimizə izah edəcəyik, həm də öyrəndiklərimizi tətbiq edərək icmamızdakı töhfəmizi daha da artırmağı planlayırıq. Təlim bizə, belə deyim, sadəcə bir yöndə inkişaf etdirmədi, həm də deməli, müxtəlif formada deməli, icma üzvlərinin cəlb olunması, yeni fəaliyyət planlarının hazırlanması və eyni zamanda biz icma olaraq necə inkişaf edə biləcəyimizi və fəaliyyət istiqamətlərimizi necə genişləndirə biləcəyimiz barəsində hədsiz dərəcədə geniş məlumat aldıq və bütün bunları biz icmamıza təbii ki də tətbiq edəcəyik. Mən özüm Xatun icmasının üzvüyəm. Təlimdən sonra Lənkərana qayıdacağam və artıq Xatun icmasının rəsmi mentoru kimi fəaliyyət göstərəcəm və ayrı-ayrı regionlarda, bölgələrdə təlimlər keçəcəm. Burada öyrənmiş olduğum bilik və bacarıqları keçmiş olduğum təlimlərdə öyrədəcəm. Müəyyən vaxtlarda bizim ofisə evdar xanımlar gəlir. Onlar müxtəlif problemlərlə qarşılaşırlar və bu problemlərin həllində acizdirlər. Çünki hüquqlarını bilmirlər, evdə baskılar var, cəmiyyətdə baskılar var və bir xanıma, iki xanıma kömək elədikcə adam özünə inanır və düşünürsən ki, yox, mən bunu bacarıramsa əgər, niyə də kömək eləməyim? O zaman belə bir fikir gəlir ki, mən bunu bacaracağam və bacarıram. Çətin gələn tapşırıqları asanlıqla yerinə yetirdikdən sonra və onları müzakirə edərkən fəaliyyətlərimizin necə faydalı olduğunu gördüyüm zaman. Region qadınlarının inad və yaradıcılığı mən də edə bilərəm deməyi öyrətdi. Ən çətin anda. Hansı ki, o anda düşünürsən ki, hər şey bitib və sondur, amma ondan sonra güc toplayıb
nələrsə bir yeniliklər etməyə güc bulursan özündə. İcma güclənməlidir. Regionlarda icmalar zəifdir. Onlar hamısı güclənməlidir. Öz icmamızı gücləndirmək üçün daha gözəl ideyalar qoymalıyıq, daha çox insanlar cəlb eləməliyik, könüllülərdən istifadə eləməliyik, komandanı gücləndirməliyik, gələn xanımlarla çox iş aparmalıyıq və öz icmamızın gücü onda olacaq ki, artıq biz hamımız səlahiyyətlənmiş qadınlara çevriləcəyik. Biz bunu istəyərdik ki, qadınlar daha çox dəstək ala bilsin sosial müdafiə sayəsində və onların gələcəkdə bərabər imkanlara və resurslara çıxışı daha da çoxalsın. Biz daha çox üzvə çatmaq istəyirik. Daha çox biz məcburi köçkünlərlə işlədiyimiz üçün fəaliyyət istiqamətimizi daha da genişləndirmək, keçdiyimiz kurslar həm ingilis dili, həm rus dili olsun, bunları artırmaq istəyirik və kifayət daha çox deyək icma üzvünə çatmaq istəyirik ki, bu dəyişikliyi etməkdə təbii ki də icmamızın ilk öncə strukturunda dəyişiklik etməkdən başlayır. İcmanın daxilində qadınların bir-birinə daha çox dəstək verdiyi və resurslara bərabər çıxışın olduğu bir mühit görmək istəyirəm. Mən sırf istərdim ki, xatun icmasında könüllülər olsun. Çünki könüllülərlə bir ortamda olmaq, onlarla bir yerdə çalışmaq, bir komandada olmaq həqiqətən icmamızı qabağa aparacaq. Çünki çoxlu gənclər olacaq və gənclərin hər bir fikri, ideyası icmamız üçün bir fürsətdir. İşini bilən mütəxəssislərin olmasıdır. Ən çox icmamızda istəyirəm dayanıqlılıq olsun, ağıllı icma adlansın icmamız. Çünki yeniyetmələr iş yerlərinin az olması, peşə bazarlarının yiyələnməsi üçün mühitin olmaması səbəbindən artıq yaşad olduqda, özünü bildikdə kəndi tərk edirlər. Hal-hazırda az qala kəndimiz boşalmaq üzrədir. Bu baxımdan biz həm peşə bacarıqları aşılamaq, fərdi inkişaf planı üzrə onlara özünü tanımasına dəstək vermək, eyni zamanda aldıqları peşə biliklərinin istiqamətində iş yerləri açmağa səbəb olmaq istəyirik. Qadın gücünü cəmiyyətdə daha çox hiss elətdirmək üçün onların səsini, yaradıcılığını və işlərini görünən etmək lazımdır. Qadınları səlahiyyətləndirmək əsas şərtlərdən biridir. Səlahiyyətləndirmək deyəndə biz nəyi başa düşürük? Onları müxtəlif vəzifələrə cəlb eləmək lazımdır, irəli çəkmək lazımdır, onlara hansısa bir rol vermək lazımdır ki, sən bu rolu həyata keçirsən, elə başlayaraq öz ailəndə müəyyən dəyişikliklərə səbəb olacaqsan. Əgər xanım ailəsində hansısa bir dəyişikliyə nail olursa, deməli o ətrafını da dəyişə bilir. Bu sahədə çox məlumatlıq çox olmalıdır və qadınların özünə inamını artırmaq üçün platformaların sayı çoxalmalıdır. Çoxlu təlim və layihələr keçirilməlidir və bu təlim və layihələrdə qadınlar iştirak etməli və mən buradayım deməlidir. Ancaq və ancaq mühit yaratmaq lazımdır. Çünki hər bir qadın eyni zamanda bir anadır və analar öz evinə, öz ailəsinə, övladlarına necə yanaşırsa, icmasına da o cür yanaşır. Bu baxımdan onlara mühit yaransa, əminəm ki, bir-birinin əlindən tutaraq elə icmanı da inkişaf etdirəcəklər. Qadınların gücləndirilməsi, yəni women empowerment, qadınların səlahiyyətləndirilməsi, onlara yeni bilik və bacarıqların aşılanması çox vacibdir. Çünki burada ilk öncə qadın güclü olarkən, öz potensialına sahib olarkən burada ailədə, icmada, cəmiyyət də bundan yararlanır. Çünki cəmiyyətimizin inkişafı üçün qadınlarımızın bilik və bacarıqlarının artırılması, öz potensiallarına sahib olması, məlumatlı olması çox vacibdir. 5 gün ərzində biz burada bu tədbirdə missiyaların, yeni yaranmış təşkilatların, QHT-lərin və məhdud məsuliyyətli cəmiyyətlərin öz vizyonlarını yaratmaq, onların missiyalarını, vizyona gedən yolda missiyalarını yaradıb hazırlamaq, eyni zamanda strateji məqsədlərini hazırlamaq çox vacibdir və bu onların həqiqətən də özləri üçün bu prosesdə yeni bir vizyon, yeni bir missiya yaratdılar
var. Bundan sonra biz bu 5 gün ərzində fundraising, maliyyə resurslarının çıxışı, əməkdaşlıqların yaradılması, tərəfdaşlar ilə münasibətlərin qurulması haqqında da geniş sessiyalar keçirdik. Bu da ki, bizim qadınlara öz təşkilatların fəaliyyəti üçün necə resursları öz ətrafına yığmaq və bundan necə istifadə etmək yollarını göstərdi. Bundan sonra biz qadınlarımıza, qızlarımıza risklərin müəyyən olunması, risklərin idarə olunması barədə də geniş məlumatlar verildi. İnanıram ki, bu 5 gün təlimdə bizim xanımlarımız çoxlu böyük bilik və bacarıqlara sahib oldular və eyni zamanda bir-birlərindən öyrəndilər və burada şəbəkələşmə yaratdılar və artıq regionlarımızdakı qadınların bir-biri ilə əlaqələri var. Bu da onların sahibkarlıq fəaliyyətinə, icma fəaliyyətinə, sosial fəaliyyətinin inkişafına öz töhfəsini verəcəkdir.